Salam, kanalıma hoş geldiniz. Bugün kabaçki kotletinin reseptini paylaşıram. Qabığı soyulmuş 3 ədəd kabaçkini sütgəcin iri gözündən keçirdirəm. İstəyə görə kabaçki kotletinə 1 ədəd kök, 1 ədəd də soğan sütgəcdən keçirtmək olar. Sütgəcdən keçirdiyim kabaçkinin üzərinə duz əlavə edib qarışdırıram. Belə etdikdə kabaçkinin suyu çıxır, kotlet daha da yaxşı alınır. Kabaçkini 10-15 dəqiqə belə gözlətmək bəs edir ki, suyu daha yaxşı çıxsın. İndi 1 ədəd orta boy kartofu süzgəcdən keçirdirəm. Kartofu da süzgəcdən keçirdim. İndi kabaçkini belə əlimdə sıxıb suyunu çıxardıram ki, kotleti hazırlayan zaman çox sulu olmasın. Kabaçkinin suyunu sıxıb əlavə etdikdən sonra üzərinə öncədən doğradığım yaşıl soğan, yaşıl sarımsaq, cəfəri, keşnik, şüyüd, 3 ədəd yumurta, 200 qram süzgəcdən keçirilmiş Holland pendiri, Holland pendirin ağ pendirlə də əvəz etmək olar. Yarım stəkan un, duz, pul biber əlavə edib qarışdırıram. Yaxşı qarışdırdıqdan sonra əgər sulu qalsa 12 xörək qaşığı da yenidən əlavə etmək olar. Tavanın içərisinə 2 xörək qaşığı ərinmiş yağ əlavə etdim. Kim istəsə bitki yağından da istifadə edə bilər. Hazırladığım qarışıma kotlet forması verib tavanın içərisinə yerləşdirirəm. İstəyə görə dairə formasında vermək olar. Kotletin bir ucu qızarıb, indi o birisi üzünə çevirirəm ki, qızarsın. Kotletin hər iki yüzü qızardı. Süfrəyə verən zaman mən qatıqla servis etdim. Çox dadlı, ləzzətli kotletlər alındı. Hazırlamağınızı tövsiyə edirəm. Bugünlük bu qədər. Hələlik.